Əziz bacılar və qardaşlar, Rəbbin sevgisi ilə hər birinizi salamlayıram. Həqiqətən də bu ilahi hansını ki biz oxuyurduq, adamı düşündürür. Və fikirləşirsən ki, həqiqətən də Allah nə qədər böyükdür. Ona dua etsən, sevsən onu, səcdə etsən, o özünü göstərər sənə. Bilirsiniz, biz insanlar çox vaxt çalışırıq Allahdan nə isə istəməyə. Beləyik də biz. Ancaq deyirik, ver nəsə. Amma bilirsiniz, müqəddəs kitabda gözəl bir dənə yer var. Harada Allah özü insandan soruşur ki, nə istəyirsən sənə vereyim? Beləliklə, 2-ci Salnamələr 1-ci fəsil 7-ci ayədən oxuyacağam. Həmin gecə Allah Süleymana görünüb ona dedi. Nə istəyirsən sənə verim? Çox maraqlı bir məqamdır. Allah özü deyir ki, nə istəyirsən mən sənə verim? Və burada Süleyman deyir. Süleyman Allaha dedi. Sən atam Davuda böyük xeyirxahlıq göstərdin və onun yerinə məni padşah etdin. İndi ya Rəbb Allah, atam Davuda olan vədin yerinə yetsin. Çünki sən məni yerin tozu qədər çox olan bir xalq üzərində padşah etdin. İndi mənə hikmət və bilik ver ki, bu xalqa nə edib etməyəcəyini bilim. Çünki bu qədər böyük olan bu xalqa kim hökm edə bilər? Fikir verin, Süleyman ondan qızıl, var, dövlət istəmədi. Nə istədi ancaq? Mənə hikmət ver. Mənə hikmət ver. Və bugünkü bizim mövzumuz müdriklik və yaxud hikmət haqqında olacaq. Həyatda görünən müdriklik. Yaqubun göndərişində 3-cü fəsil 13-cü ayədən 16-cı ayədək oxuyuruq. Gəlin birlikdə oranı açaq. Yaqub 3, 13, 16. Aranızda müdrik və dərrakəli olan varmı? Qoy o yaxşı həyat tərzi ilə, müdriklikdən doğan həlimlik içində öz əməllərini göstərsin. Amma əgər ürəyinizdə acı qısqanclıq və xudbin ehtiras varsa, öyünməyin və həqiqətə qarşı yalan danışmayın. Bu cür müdriklik yuxarıdan enən müdriklik deyil, dünyavi, nəfsani və şeytanidir. Çünki harada qısqanclıq və xudbin ehtiras varsa, orada qarışıqlıq və hər cür pislik vardır. Amin. Bu ayələrdə Yaqub çox vacib bir sual verir. İnsan həqiqətən müdrikdirsə, bu necə görünür? Bugün insanlar müdrikliyi çox vaxtı biri ilə göstərirlər ki, əgər mən biri varsa, mən müdrikəm. Kimsə deyir ki, mənim ali təhsilim var. Bəlkə də 2 və yaxud 3 ali təhsilim var. Və onunla da deyir ki, mən müdrikəm. Kimsə deyir ki, mənim gözəl danışığım var. Mən aratıram və onda müdrikliyi görür. Kimsə həyatda özünü sübut etməyə, neysə göstərməyə və onu müdriklik hesab edir. Amma Allahın kəlamı göstərir ki, həqiqi müdriklik ilk növbədə insanın həyatında və onun xarakterində görünür. Yaqub deyir, əgər insan doğrudan da müdrikdirsə, bunu sözlə yox, həyatı ilə göstərməlidir. Həqiqi müdriklik həmişə davranışda görünür. Qoy o yaxşı həyat tərzi ilə, öz əməlləri ilə göstərsin. Yaqub yenə bizi praktik məsihçiliyə qaytarır. Bütün məktub boyunca o göstərir ki, iman əməllərlə görünür. Sən bu günləri deyə bilərsən ki, mən imanlıyam. Mənim möhkəm imanım var və bəlkə də 10 illiklərlə gəlirsən məbədə. Amma əgər sənin əməlin yoxdursa və əməldə sən öz imanını göstərə bilmirsənsə, sən heçsən.
Deyirlər, ürək dildə görünür. Sənin içində nə varsa, o zaman o sənin dilinə çıxacaq. Müdriklik isə davranışda görünür. Sənin davranışından, kimlə, necə sən davranırsan. İnsan çox danışa bilər, amma onun həyatı tam başqa bir şey göstərə bilər. Allah üçün yalnız bizim nə bildiyimiz deyil, necə yaşadığımız vacibdir. Sən çox şeyləri bilərsən, amma onunla yaşamırsansa, sənin biliyin heçdir. Müdriklik nədir? Müqəddəs kitabda müdriklik sadəcə bir məlumat deyil. İnsan müqəddəs yazıları, inanın, əzbər bilə bilər. Mən bir-iki nəfər tanıyıram, hələ indiyəcən də. Müqəddəs kitabın hansı yerindən deyirsənsə, o saat deyəcəksən ki, bax, filan yerdə yazılıb, filan ayədir. Fenomenal bir yaddaşı var insanın. Bilik var, amma həyat tərzi başqadır. İnsan müqəddəs yazıları əzbər bilə bilər, amma qürurlu ola bilər. Amma insanlarla sərt ola bilər. Amma dağıdıcı ola bilər. Fariseylər, biz baxanda müqəddəs kitaba, onlar sizcə müqəddəs yazıları bilirdilər, yoxsa yox? Əlbəttə ki, onlar çox gözəl bilirdilər. Amma müqəddəs yazıları bilərək müqəddəs yazı ilə yaşamırdılar. Və ona görə də, yaşamadıqlarına görə də Məsihi qəbul edə bilmədilər. Onlarda bilik var idi. Amma Allahın müdrikliyi yox idi. Həqiqi müdriklikdə isə bunlar görünür. Həlimlik. Müdriklik həmişə həlimliyi də göstərir. Təvazökarlıq, təmiz ürək, insanlarla düzgün münasibət, öz dilini idarə etmək. Bilirsiniz, müqəddəs kitabda deyilir ki, müdriklikdən doğan həlimlik. Həqiqətən də bu çox güclü bir ifadədir. Bilirsiniz, dünya çox vaxtı o saat öyrədici ki, deyir ki, sərt ol inan. Sən baxmayana heç kimə, sən sərt ol. Çalış özünü həyatda sübut etdir inan. Sən çalış qalib gəl inan. Çalış hamısından üstün ol inan. Amma Allahın müdrikliyi həlimliklə birlikdə gəlir. Kimsə deyə bilər ki, həlimlik zəiflikdir. Amma bu belə deyil. Həlimlik zəiflik deyil. Bu Allahın idarəsi altında olan bir gücdür. İsa Məsihin həyatına baxın, o həlim idi. Amma o demək deyil ki, o zəif idi. İsa Məsih həm ən qüdrətli və həm ən güclü və ən həlim bir şəxs idi. Amma o demək deyildi ki, onun həlimliyi, o zəifliyi idi. İki nəfər bağda işləyir. Birinci adam daim danışır, ancaq elə danışır. Mənim çox təcrübəm var. Mən hər şeyi bilirəm. Bu bağı görərsən, mən necə qəşəng düzəldəcəyəm. İkinci adam isə sakit iş görür. Bir müddətdən sonra birincinin əkdiyi ağaclar hamısı quruyur. Çünki o yalnız ancaq danışırdı. Ağaclara qulluq etmirdi. İkinci adamın ağacları isə meyvə verir. İnsanlar onda başa düşürlər ki, həqiqi bacarıq danışıqda deyil, bir dənə sözdə deyil, nəticə ilə görünür. Ruhani həyat da bax belədir. İnsan özünü ruhani göstərə bilər. Amma əgər onun yanında daim gərginlik varsa, insanlar yaralanırsa onun vasitəsilə, qürur və sərtlik görünürsə,
onda orada Allahın müdrikliyi yoxdur. Müqəddəs kitab yalançı müdriklik haqqında da deyir. Bilirsiniz, yalançı müdriklik nə ilə gəlir? O başlayır xəstə ürəklə. Amma əgər ürəyinizdə acı qısqanclıq və xudbin ehtiras varsa, diqqət yetirin. Yaqub bu problemin kökünə baxır və onu göstərir. Deyir, bu ürəkdir. İnsan kənardan ruhani görsənə bilər. Xidmət edə bilər. Gözəl vəz söyləyə bilər. Gözəl dua edə bilər. Hətta çox fəal da ola bilər. Amma əgər ürəyində paxıllıq, rəqabət, inciklik, özünü yüksəltmək istəyi varsa, artıq o ürək xəstədir. Acı qısqanclıq. Qısqanclıq insanı içəridən dağıdır. Bilirsiniz, həyatda biz görürük də, məsəl üçün ki, bir insan o bir insanı qısqanır. Və hətta çox vaxt deyirlər ki, qısqanclıq məhəbbətin əlamətidir. Düzdür? Və ikinci onun bir dənə də versiyası var. Deyirlər ki, qısqanclıq etibarsızlıq deməkdir. Yəni, sən etibar etmirsən ki, ona görə də qısqanırsan. Amma acı qısqanclıq başqasının xidmətini, onun inkişafını, xeyir-duasını görəndə narahat olmaq deməkdir. Sən görürsən ki, sənin bacın və ya qardaşın necə yaxşı olur onun həyatında, neysə alır, neysə nail olur və içərində paxıllıq olur ki, niyə onda, niyə məndə yox? Axı, niyə onda oldu, məndə olmadı? Niyə görə məhz ondadır? Sonra başlayır, sözsüz ki, əlbəttə ki, həyatda müqayisələr. Müqayisə isə mütləq soyuqluq yaradır. İçərdən gizli rəqabət başlayır getməyə və əsasən də bu nəyə gətirib çıxardır? Bölünməyə. Xudbin ehtiras. Bu insanın özünü ön plana çıxarmaq istəyidir. O zaman ki, Allahın izzəti yox, həqiqəti yox, insanların faydası yox, amma şəxsin nüfuzu əsas olur. Sən istəyirsən ki, ancaq sən olasan mərkəz, ancaq sənə baxsınlar. Yaqub isə belə deyir. Belə ürəkdə Allahın müdrikliyi yoxdur. Allahdan olmayan müdriklik maraqlıdır. Müqəddəs kitabı oxuyanda görürsən ki, sən demə, müdriklik var, hansı ki Allahdan da deyil. Elə bir müdriklik də var. Və burada deyilir, bu cür müdriklik yuxarıdan enən müdriklik deyil. Yaqub burada çox ciddi sözlər işlədir. Bu deyir, dünyavi müdriklikdir. Bu müdriklik insan üçün mərkəz kimidir. Özünü mərkəz edir. O soruşur, görürsən mən nə qazanacağım? Görürsən nədə mən üstün olacağam? Görürsən mən necə diqqət çəkə bilərəm? Belə müdriklik savadlı görünə bilər. Amma Allahsızdır. Müqəddəs kitab deyir ki, nəfsani müdriklik. Bu cismanın arzuları idarə etdiyi düşüncədir. İnsan hissləri, qüruru, egoizmi ilə hərəkət edir. Hətta kilsədə də insan ruhla yox, bədənlə hərəkət edə bilər. Şeytani müdriklik. Bu çox həqiqətən də ağır bir ifadədir. Çünki şeytan həmişə bölür, paxıllıq yaradır, qüruru artırır, birliyi dağıdır. Harada insanlar öz üstünlüyü uğrunda mübarizə aparırsa, orada artıq Məsihin ruhu fəaliyyət göstərmir. Əfsuslar olsun ki, belə şeylər
məbədlərdə də olur. Bilirsiniz, yalancı müdrikliyin də öz nəticəsi olur. Müqəddəs kitab deyir ki, çünki harada qısqanclıq və hüdvin ehtiras varsa, orada qarışıqlıq və hər cür pislik vardır. Maraqlıdır, bunu yazır Yaqubda, fikir verirsən ki, gör nə deyir? Orada deyir, qarışıqlıq və hər cür pislik vardır. Yaqub nəyi göstərir? Nəticəni. Qısqanclıq və qürur ailələri dağıdır. Dostluğu məhv edir. Xidmətləri zəiflədir və kilsədə bölünmə yaradır. Bilirsiniz, həqiqətən də şeytan qarışıqlığı sevir. O istəyir ki, qarışıqlıq olsun, bölünsün, insanlar bir-birinə qarşı dursunlar. Birlik olmasın, məhəbbət olmasın onların arasında, hörmət olmasın. Məsih isə nə gətirir? Məsih isə sülh gətirir. Kiçik bir paxıllıq tövbə edilməsə həyatda, zamanla böyük dağıntıya çevrilə bilər. Əgər sən ürəyində bu günləri hiss edirsən ki, kiməsə qarşı paxıllığın var və Allahın qabağında tövbə etmirsənsə onun üçün, sabahları sən böyük bir dağıntıya məruz qalacaqsan. Bugün Allah hər birimizə sual verir. Səndə hansı müdriklik yaşayır? Həqiqi müdriklik özünü ucaltmır, qısqanmır, dağıtmır, başqalarını alçatmır. O həlimdir, təmizdir, təvəzzökardır, sülh yaradır və sülh axtarandır. Allah bizim biliyimizə, xidmətimizə və fəaliyyətimizə baxır. Amma ən əvvəl o bizim ürəyimizə baxır. Gəlin biz özümüzə sual verək və yoxlayaq. Mənim həyatımda, mənim qəlbimdə gizli qısqanclıq varmı? Özümü mən kiməsə sübut etdirmək istəyirəmmi? Başqalarının uğurunu görəndə sevinirəmmi? Məndə Məsihin xarakteri görsənirmi? Gəlin Allahdan istəyək ki, ürəyimizi təmizləsin. Bizə yuxarıdan gələn müdriklik versin. Bizi həlim etsin. Kilsənin birlik və məhəbbət içində qorusun. Yaqub 1-ci fəsil 5-ci aya. Görün nə deyir. Əgər sizlərdən birinin müdrikliyi çatmırsa, hər kəsə səxavətlə və məzəmmət etmədən verən Allahdan diləsin və ona veriləcək. Çünki yalnız Allahın müdrikliyi həyat, sülh və həqiqi ruhani meyvə gətirir. Qoy Rəbb hər birimizi qorusun və xeyir-dua versin. Amin.